Belə bir hadisə baş vermişdi 90-cı illərdə. Bu bayaq dediyim kimi din təzə təbliğ olunan vaxtlarda qonşu ölkədən məsciddə məclis olan vaxtı qonşu ölkənin nümayəndələrindən kimsə süfrəni ayaqlayıb keçirdilər. Bizim ağsaqqallardan biri etiraz elədi. Qolundan saxladı ki, oğlum neynirsən? Dedi ki, keçirəm də. Dedi, axı bu süfrədir. Dedi ki, qayıtdı ona dedi ki, dində belə bir şey yoxdur. Düzdür, dində belə bir şey yoxdur, tutaq ki bu. Amma bir xalqın özünün bir mədəniyyəti var. Məsəl üçün, bizim indiyə qədər bu hüzur məclislərində o ənənə qalıb da, məsələn, duzla çörəyi götürmədən ayağa qalxmırlar falan. Təbii ki, şəriətdə elə bir, düz bir əmdə, yəni elə bir qanun yoxdur. Amma bu millətin əsrlərlə belə yaşatdığı, qoruduğu bir ritualdır, mədəniyyətdir də. Məsələn, süfrəyə ehtiramdır, süfrənin bərəkətinə ehtiramdır. Və bunlar yaşanmalıdır. Bu 12-13 yaşım var idi. Əmim oğlu ilə Aşura günündə taksi saxladıq ki, məscidə gedək. Gəldi Göy məscidin yaxınlığına çatanda sürücü qayıtdı ki, məscidə gedirsiniz, dedi. Dedi, onda düşün gedin, pul almıram. Nə qədər israr elədik, dedi, yox, pul almıram. Yəni bu artıq böyük bir mədəniyyətdir. Bu mədəniyyəti qorumaq lazımdır. Bu mədəniyyəti yaşatmaq lazımdır.